Laqun gölət haqqında qısa bir məlumat vermək istəyirəm. Laqun gölət çimərlik deməkdir. Yəni dənizdə necə çimərliyə gedirik, eyni qaydada da Laqun gölətdə də öz bağımızda, bağçamızda çimərliyi inşa edirik. Və burada bildiyiniz kimi qumsal sahilləri olur, içərisində dekorasyon daşlar, amma doğal daşlar olur, yəni təbii daşlar olur. Ətrafında qumsalı olur, təbii daşları olur. O formada da eyni qaydada təmizliyini müəyyən filtrasyon sisteminə, bizim ortaya qoyduğumuz mühəndislik səviyyəsində filtrasyon sistem qururuq. Bunun filtrasyon sistemi hovuzlardakı kimi normal filtr, motor zad olmur. Bunun sistemi tamam fərqli olur. Bunun biolojik gölətlərdə necə ki biofiltrlər olur, laqun çimərliklərdə də laqun filtrləri olur. Laqun filtrlərdə bildiyimiz kimi müəyyən filtr membranlarından istifadə olunur. Və işin gedişatında bütün etapları bir-bir çəkib izləyicilərlə paylaşacaq. Kommentlərinizi gözləyirik. Yaxşı kommentlər yazın.